6-cı sualdan davam edirik. Hansı cümlədə qrammatik norma pozulmamışdır? Görünür uzaqda kasıb daxmalar. Görünür uzaqda kasıb daxmalar. Görünür burada feildir və cümlə xəbərdir. Cümlənin əvvəlində işlənir. Bu qrammatik normanın pozulmasıdır. Daxmalar da mübtədadır və gedib cümlənin sonunda. Deməli, burada qrammatik norma pozulub. Daxmalar əvvəldə yazılmalıdır. Uşağın sifəti qızarmışdı. Qızarmışdı nə? Uşağın sifəti qrammatik norma pozulmayıb. Mübtəda xəbərdən ibarətdir. Heç bir şəkilçi ardıcıllığının pozulması da yoxdur. Uşaqların çoxu bu fikrə etiraz etdi olar. Edirdi olar, edirdilər olmaz. Bu qrammatik normanın pozulmasıdır. Uşağı evə gələndə gördülər. Nə etdilər, gördülər kimi? Uşağı nə zaman evə gələndə tamamlıqla başlayan cümlədə ədəbi dil norması pozulmursa, deməli, orada zərfli xəbərdən əvvəl gəlməlidir. 4. Doğrudur. Səninlə necə danışmalıyam? Burada da biz heç bir norma pozuntusu görmürük. Bir neçə illərdir ki, onu görmürəm. Bir sıra, bir çox sayından sonra gələn isim cəmdə olar. Bir neçə sayından sonra gələn isim isə təkdə. Doğru cavab olur 2, 4, 5 olur. Dünyada saadəti, birlik və qardaşlığı bütün xalqlar, millətlər bərqərar etməlidir cümləsində həmcins üzvlə müəyyən edin. Çox asan bir sualdır bu da. Dünyada nəyi saadəti, nəyi birlik və qardaşlığı, nə kim, xalqlar, millətlər. Xalqlar, millətlər mübtəda, saadəti, birlik və qardaşlığı isə tamamlıqdır. Doğru cavab mübtəda və tamamlıq. Feil sifət tamamlıq vəzifəsində işlənmişdir. Hərəkətin tərzini bildirən feili bağlama işlənmişdir. Məstər zərflik vəzifəsində işlənmişdir. Gülümsəməyib üzümə baxdı. Üzümə necə baxdı? Gülümsəyib. Gülümsəməyib, gülümsəyib. Hərəkətin tərzini bildirən feili bağlamadır. Deyiləni kiçik eşidər. Nəyi deyiləni feil sifət tamamlıq vəzifəsindədir. Bahar yaxınlaşdıqca təbiət canlanır. Nə zaman bahar yaxınlaşdıqca burada feili bağlama tərkibi var. Aid deyil heç bir varianta. Əli Bakıya işləməyə gəlmişdi. Nə məqsədlə gəlmişdi işləməyə? Məstər zərflik vəzifəsində işlənmişdir. Məclisdəkilər susmağı daha üstün tutdular. Nəyi? Susmağı. Bu da tamamlıq vəzifəsindədir məstərin. Doğru cavab 1-ə B, 2A, 3-də D. Can evimə sığışmayan arzular, bir dünyada neçə dünya arzular. Bu misralar toplu testində var. Aslan bəy anasının yun daradığını görür. Venn diaqramı ilə bağlı bir sual. Feili birləşmə ilə ifadə olmuş cümlə izvi var. Hansı arzular? Can evimə sığışmayan. Bir də ikinci cümlədə var. Görür nəyi? Anasının yun daradığını. Anasının yun daradığını. Bu da feili birləşmədir. Dığı ilə istifadə olunub əsaslara feili sifətlə. Yəni burada isimləşmə yoxdur. Ona görə bu feili birləşmədir. Deməli 1 yanlış yerə yazılıb. 2 mübtəda ümumi isimlə ifadə olunub. İkinci cümlədə Aslan bəy mübtədadır, xüsusi isimdir. Birinci cümlədə arzular ümumi isimdir. Deməli doğru yerə yazılıb. 3-də cümlə feili xəbərlidir. Nə edir? Görür. Nə edər? Arzular. Nə edir sualına cavab verirsə feili xəbərdir. 2, 3 doğru variantdır. 4-də baxırıq, hər bir cümlə izli söz birləşməsinə ifadə olunub, amma biz Aslan bəy gördük burada və yaxud mübtədanı bu ikinci cümlə içindir. Kim? Aslan bəy. Yəni bu təkcə mübtədadır, söz birləşməsi ilə yox, xüsusi isimlə ifadə olunub, yanlışdır. İkinci dərəcəli cümlə izlərin hamısı iştirak edib. Nə edir? Görür. Kim? Aslan bəy. Nəyi? Anasının yun daradığını. Deməli, heç burada təyindən söhbət gedə bilməz. 2-3. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, Şuşanın düşmən işğalından xilas edilməsi müharibənin taleyində həlledici rol oynamışdır cümləsi ilə bağlı doğru fikri müəyyən edin. Altından xaç çəkilmiş söz qismət sözü ilə əvəz edilsə leksik norma pozulmaz, pozular. Aydındır, orada cümlədə yerinə qoyanda hiss olunur ki, leksik norma söz düzgün yerində işlədilməmişdir. Bir qrammatik əsasdan ibarətdir. Bəli, çünki cümlə sadə cümlədir. Rol oynamışdır nə? Azərbaycan hərbi sahədə qazandığı qələbələr, Şuşanın düşmən işğalından xilas edilməsi, nə də müharibənin taleyində. Deməli, burada cümlə həmcins mübtədalıdır, cümlə sadə cümlədir.